Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. Fətvada deyilir: Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri qəməri təqvimi ilə 1446-cı il başa çatır. Yeni 1447-ci ilin başlanğıcının Məhərrəm ayının 1-nin miladi təqvimlə 2025-ci il iyunun 26-sına təsadüf etməsi gözlənilir. Ümidvarıq ki, inşallah dindarlarımız bu ildə humanist ənənəni davam etdirərək Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseynə və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək. Minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımcı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində yerləşdiriləcək. Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağa qədər soyunaraq sinə vurmaq dinimizə görə qəbul edilməzdir. Dini etiqad azadlığı haqqında qanunun müddəalarını riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.